Hər vaxtınız xeyir. DİM testindən xətti funksiyalara aid 68 nömrəli tapşırığın həllini izah edirəm. Deməli, burada bizə açar söz xətti funksiyadır deyir. Biz bilirik ki, xətti funksiya fx bərabərdir kx plus 5 şəklində olur. Əgər burada x-in yerinə mən 3x çıxılsın 5 yazsam, onda f 3x çıxılsın 5 bərabərdir k 3x çıxılsın 5 üstəgəl b formasında yaza bilərəm. Bunu da açsam, olası 3kx çıxılsın 5k üstəgəl b. Eyni qayda ilə x-in yerinə 2x plus 3 yazıram. F 2x plus 3 bərabərdir k x-in yerinə 2x plus 3 yazıram. Üstəgəl b. Bərabərdir. Bu da eləyir 2kx üstəgəl 3k üstəgəl b. İndi bu tərəfdə bunları toplayıb. İndi mən bunları tərəf-tərəfə toplayıram. 3kx ilə 2kx-i toplayanda eləyir 5kx. Mənfi 5k ilə 3k-nı toplayanda mənfi 2k, b ilə də b-ni toplayanda eləyir 2b. Deməli, bu ifadənin cavabı 15x üstəgəl 12-yə bərabər olmalıdır. Burada deməli 5k yazıram mötərizədə vurulsun x. Yəni burada 5k'dır. Burada x-in əmsalı 15'dir. Bunları da mötərizənin içində toplamı ilə yazsam, onlar 2b çıxılsın 2k. Bərabərdir. Deməli 15x üstəgəl 12'yə. Deməli burada bu 5k bərabər olmalıdır 15'ə. Bu 2b çıxılsın 2k da bərabər olmalıdır 12'yə. İndi bundan istifadə edib 5k'nı bərabər eləyirəm 15'ə. Buradan k'nı tapıram 3. K'nın yerinə 3 qoyuram burada da. 2b çıxılsın. 2'ni də 3'ə vuranda 6 eləyir. Bu da 12'yə bərabər olmalıdır. Buradan 2b bərabərdir 18'ə. B də bərabərdir 9'a. K'nı tapdım, b'ni tapdım. Deməli, bizim funksiyamız fx bərabərdir 3x üstəgəl 9 şəklindədir. Və bundan da istifadə edib deyir, f5'i tapın. Buradan da tapıram ki, f5 bərabərdir 3 vur 5 üstəgəl 9. 15'in üstünə 9 gələndə eləyir 24. Tapşırıq bu qədər. Sağ olun. Növbəti dərsdə görüşərik inşallah.